Ve bütün bunları danıştıktan sonra demek biz Şumerlerde Akitu bayramının olduğunu, bunun Ağod mənasına geldiğini gördük. Nisan sözünün yine Nasmas köküyle əlaqədar olduğunu gördük. Ve Aprel sözü ki var. Nisan ayının adı. Aprel sözünün de kökünü olabilsin ki deyirlər bu indi Avropa dilində açmaq mənasına gələn kök ilə əlaqədardır. Lakin qeyd edim ki buradakı Aprel sözü də demək bizim ön türk dilində açılan ev, oba sözünün kökü olan ev, onun saiti sağa keçən üç səsli kökündən əbə, bunun vılaşması ilə eva, saiti sağa keçən iki dəfə təkrarından dörd səsli olaraq bəbə, İngilis dilində olan baby və onun saiti sağa keçən b və ür sözünün birləşməsindən bir sözü formalaşır ki, bu bizim dilimizdə pir sözünə çevrilir və Hind-Avropa dillərində borun doğmaq mənasına gəlir. Və bizim bir faydamız var. Atalar uşağına nə deyir? Belimdən gəlir. Həmin o yerin əkilməsini ifadə edən bel sözü bax həmin bu kökdəndir. Yəni dolayısıyla türk dilində olan ev, onun üç səslisi olan əbə, onun vılaşması ilə eva, dörd səslisi olan bəbə və saiti sağa keçən kökündən bel sözü formalaşır. Yəni ev, o evin içində olan qadın, əbə, onun vılaşması ilə o Hami Sami dillərində ilk anıya çevrilir. Bəbə onu doğuran evin içindəki uşaqdır. Bel isə evdəki kişini təmsil edən bir sözdür. Və bu həmçinin demək Aprel ayının adına da çevrilibdir. Və mən nə dedim? Demək biz Göbəkli Təpədə bir quşun olduğunu və əlində bir dairənin tutulduğunu bilirik və tarixçilər, arxeoloqlar bunun izahını verə bilmir və mən qeyd etdim ki bu yumurta sözüdür. Hansı ki biz onun izini harda görürdük? Novruz bayramında rənglənmiş yumurtada və harda görürük? Paska bayramında olan yumurtada. Və həmin quş ilə yumurtanın eyni anda görünməyi bilirsən nədir? Biz türk dilində nə deyirik? Uşaqlara soruşanda əvvəl artıq dilimizdə işlənmir. Əvvəl uşaqlar soruşanda mən dünyaya nə cür gəlmişəm, nə deyirdik? Deyirdik səni Hacı Leylək gətirib. Yəni dolayısıyla Hacı Leylək də dırnaq içindədir. Səni bir quş gətirib. Aydındır əziz qardaşlarım. İndi fikir verin. Göbəkli Təpədə quş əlində yumurta can var. O sözün min illəri keçərək türk dilində, Azərbaycan türkçəsində uşağa səni bir quş gətirdi deyildiyini görürük. Daha maraqlısını deyim mi? Və qayıdıb ölənlərə nə deyirik? Əski türk dilində uçmağa vardı. Yəni dolayısıyla sən bir quş ilə gəlmisənsə, onu artıq rəsmləşdirdiyindən daha sonra həmin o rəsmləşdirmə məntiqinin tərsi kimi də ölməyə getməni də uçma ilə izah etməyə çalışıbdı əski türk əczatıları. Acı olan nədir? Acı olansa budur ki, bizim tarixçilər, dilçilər onlara olan diktə ilə qeyd edir ki, uçmaq sözü ola bilsin ki, türk dilinə soq dilindən gəlib. Yəni soqdular da farsların bir qoludur. Yəni ölümü ifadə edən uçmaq sözü. Lakin bax, hadisələri, bütün puzzle'ları bir yerə yığdıqda görürük ki, demək əslində uçmaq elə bildiyimiz uçmaqdır, fərqli bir söz deyil. İndi bütün bunların üstünə biz yumurta sözündən danışacağıq. Düşünə bilərsiniz ki, yumurta sözündən niyə danışırıq və ya nə qədər əhəmiyyətlidir. Yumurta sözü demək aşağı mənasına gələn onmo kökündən formalaşır. Hansı ki həmin onmo kökündən ama, mının nılaşması ilə ana, iki dəfə təkrarından mama, mının nılaşması ilə nənə sözü formalaşır. Demək bu arada bizim dialektlərdə atanın bacısına deyilən mama sözü ki var, o bizim dilimizə Rus dilindən gəlmir. Eyni ilə Cənubi Azərbaycanda anıya hələ də bir çox dialektdə elə mama deyilir. Demək ki bu da kənardan gəlməyib. Mama daha sonra onun mının nılaşması ilə o nəniyə çevrilib. Və eyni ilə Şumer dilində anıya ama deyilir, bizdə ana deyilir və bəziləri düşünür ki, demək ola bilsin ki, türklər ilə Şumerlər yan-yana yaşadığından burada ama ana sözü alınıb. İndi hansına verib. Lakin mən videonun əvvəlində nə dedim, danışığın əvvəlində nə dedim? İlk dildə m səsi olub, daha sonra n səsinə çevrilib. Demək ki, ilk türk əcdadları ama deyir, daha sonra n səsi ayrılandan sonra bəzi dialektlərdə bu anıya çevrilir. Və uzağa getməyə ehtiyac yoxdur. Azərbaycanda İlisu dialektində əmə deyilir. Amma onlar düşünür ki, bu əmə sözü əm sözündəndir. Təbii ki, həmin əm sözü də onmo kökündəndir. Amma bu əm yox, elə ana sözü ilə eyni kökdür. Həmin onmo kökündən olan on, ürəmək sözünün kökü olan ür və dişi toxum sözünün kökü olan tonun birləşməsindən umurtda sözü formalaşır. Biz bir çox dialektdə umurta deyildiyini bilirik. Amma düşünürük ki, orada y səsi düşüb. Əksinə, orada y səsi düşməyib, orada daha sonra y səsi gəlib. Yəni dolayısıyla demək yumurta sözü orta kimi formalaşır və həmin sözə daha sonra y səsi gəlir. Və düşünə bilərsiniz ki, bunu bilmək nə qədər əhəmiyyətlidir. Mən ilk dilin təhlilini vermişəm və göstərirəm ki, iki səsli sözlərdə
Birinci kök Said Samitdir, ikinci kök Said Samitin sağına keçən köklərdir. Və Said Samitin sağına keçən kökündə iki formada söz formalaşdırılır. Bir onun xarakterini açan sözlər, iki onun zid mənasına gələn sözlər. Və mənim dediyim qayda doğrudursa, umurta, yaşam, həyat mənasına gəlirsə və bizim əcdadlar onu bir quşun yumurtasının adına veribsə, onda onun saati sağa keçən mort kökündən onun ziddi olan söz formalaşmalıdır. Mort sözü Hind-Avropa dillərində ölüm mənasına gəlir. Rus dilində umer sözü var ki, onun qarşındakı u səsi öl sufiksdir, onun kökü merdir və ya simert sözü, yəni onun kökündəki s sufiksdir, mertdir və ya Hind-Avropa dillərində qatil mənasına gələn morder sözü, ölümcül mənasına gələn mortal sözü, hansı ki oyun var idi, oynuyorduk. Mortal Kombat. Həmin o ölümcül mənasına gələn oradakı mortal sözü, yumurta sözünün saati sağa keçən mort kökündəndir. Fikir verin, yumurta yaşamı bildirir, onun saati sağa keçən kökü, mort sözü isə ölümü bildirir. Amma qəribə paradoks var. Qeyd edirlər ki, bu yalnız Hind-Avropa dillərindədir. Bax, bizim dilimizdə mərət sözü var. Deyirlər, yox, siz bunu Farsdan almışsınız. Dilimizdə murdar sözü var. Deyirlər, yox, siz bunu Farsdan almışsınız. Amma bax, dilin necə yaranma mexanizmini deyirəm, ölümün ziddi olan yaşama ifadə edən umurtda sözü Hind-Avropa dillərində yoxdur. Aydındır? Bax, bu bizə tarixin, yaradanın ədalətidir. Bizim hər şeyimizi məhv ediblər, amma sözlərimiz elə formada var olub ki, elə nişanələr qalıb ki, yəni biz onunla digər itmiş bütün sözlərimizi geri qaytara bilirik. İndi fikir verin, Hind-Avropa dilində olan mortal sözünün niyə yarandığını da bilmir. Amma mən bunu umurta, onun ziddi olan mort sözünün kökünü izahını verəndən sonra məlum olur ki, demək, o mərət və murdar sözü fars dilinə aid deyil. Ən yaxşı halda ortaqdır. Ən yaxşı halda. Və indi həmin o umurta sözünü biləndə başqa bilirsiniz nə məqamı çıxır? Umurta sözündə onun daha sonra düşməsi ilə mart sözü qarşımıza çıxır. Mart hansıdır? Bax, indi günümüzdə Novruz bayramını təmsil edən bayramın adı. Mart. Və tarixçilər iddia edir ki, buradakı Mart ola bilsin ki, ölüm tanrısı olan Mars ilə əlaqədardır. Lakin Mart nədir? Mart təbiətin oyanışıdır. Demək ki, o Mart nəymiş? Umurta sözü ilə eyni kök imiş. Daha digər sözlərə keçmək istəmirəm. Ümumi bunu deyim ki, ərəb dilində olan rəhman, rəhim sözünün kökü olan, akkad dilində olan remu sözü yenə bu umurta kökündəndir. Remu ana bətni deməkdir. Rəhim, rəhman sözü də bu kökdəndir. Yəni dolayısıyla Allahın sifəti olan rəhim, rəhman ana bətni söz kökündən formalaşıb. Yəni hərfi mənada ana kimi qayğıkeş olmaq deməkdir. Yəni Allah rəhmlidir deyəndə ana kimi sənə rəhm eləyir, ana kimi sənə yazığı gəlir, ana kimi sənə qayğı göstərir deməkdir. Və ərəb dilində ömür sözü, onun qarşısına tək gələn təmir sözü, eyni ilə umurtda söz kökü ilə bağlıdır. Rus dilində dünya mənasına gələn mir sözü, Hind-Avropa dillərində evlənmək mənasına gələn mər sözü, Məryəm sözünün kökü, sevgi mənasına gələn amor sözü bu kökdəndir. Və ərəb dilində olan mat, meyit sözü də yenə bu kökdəndir. Şahmat deyəndə əslində şah öldü deməkdir. Yəni burada yumurta söz kökü ilə bağlıdır bütün bunlar.